Hörmətli Rəhman müəllim, hörmətli iclas iştirakçıları, sabahınız xeyir. Mən də fürsətdən istifadə edib rəqəmsal logistika platformasının fəaliyyətə başlaması münasibəti ilə bütün qurumları, Rəhman müəllim burada qeyd elədi, 30-dan artıq qurum prosesə töhfə verib, başda rəqəmsal inkişaf Nəqliyyat Nazirliyi olmaq şərti ilə təbrik eləmək istəyirəm. Bu platformanın ən vacib xüsusiyyəti ondan ibarətdir ki, Möhtərəm Cənab Prezident tərəfindən müəyyənləşdirilmiş rəqəmsal arxitekturanın bir hissəsidir. Və rəqəmsal arxitekturanın əsas prinsipi ondan ibarətdir ki, biz hökumətin göstərdiyi bütün rəqəmsal xidmətləri məhz bir hövzədə toplayırıq və artıq bildiyiniz kimi MyGov və MyGov Business belə deyək ki, applicationları, tətbiqatları üzərindən bütün bu proseslər vahid mərkəzdən idarə olunur və bunun ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz datanı, verilənləri bir hövzəyə yığırıq və bir hövzədə lazım olan qurumlar istifadə edirlər və eyni zamanda datanın emalı əsasında data əsaslı qərar qəbul etmə prosesi həyata keçirilir. Bu isə ümumilikdə dövlət idarəetməsinin səmərəliliyini artıran çox vacib bir amildir. Və hörmətli Mehriban xanımın bu yaxınlarda rəqəmsal şuranın iclasını ilk dəfə keçirməsi və verdiyi tapşırıqlar, tövsiyələr fonunda bugün biz rəqəmsal logistika platformasının təqdimatından xüsusi qiymətləndirməliyik. Mən düşünürəm ki, bu elədir ki, həmin şurada verilən tapşırıqların məhz davamıdır. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanda bu rəqəmsal logistika platformasının yaradılması artıq qeyd olunduğu kimi həm idxal, həm ixrac, həm tranzit, həm logistika, nəqliyyat sahələrində fəaliyyətin rəqəmsallaşdırılması, daha da asanlaşdırılması, daha hesabatlı formaya gətirilməsi, daha şəffaf edilməsi bütövlükdə həm Dünya Bankının, həm də ki BMT-nin yaxşı idarə etmə, yaxşı hökumət və açıq hökumət prinsiplərinə tamamilə uyğundur. Və açığı bir məsələni qeyd etmək istəyirəm ki, bu cür platformalar dünyada çoxdur, amma sadəcə məsələn var platformalar daha çox nəqliyyatı dəstəkləyir, logistikanı dəstəkləyir, idxalı dəstəkləyir, ixracı. Bizdə bunun bir, belə deyək ki, vahid pəncərə şəklində olması ilk dəfədir və bu baxımdan çox yaxşı haldır ki, Azərbaycan yaxşı bir nümunəni göstərir. Mən birinci açığı, yəni ki, qurumlarında burada iştirak edirlər və bu prosesi yaxından izləyən bizim belə deyək ki, camiənin nümayəndələri buradadır. Əsas gözləntilərim nədən ibarətdir? Mən fikirləşirəm ki, biz mütləq şəkildə bundan sonra Dünya Bankının deməli, logistika performans indeksində Azərbaycanın iştirakını təmin etməliyik. Çünki artıq biz bunun üçün bütün şəraiti yaratmışıq. Biz bilirsiniz ki, sonuncu hesabatda artıq Türkiyə 41-ci yerdəydi, Gürcistan 83-cü, Qazaxıstan 84-cü yerdədir. Nəzərə alınca ki, Azərbaycan şərqlər və şimal-cənub dəhlizlərinin üzərindədir və burada da qeyd olunduğu kimi artıq bu platforma gələcəkdə bizim hər iki dəhliz üzrə digər partner ölkələrlə əlaqələrimizin genişlənməsinin üst töhfəsini verəcək və mən düşünürəm ki, artıq Azərbaycan Dünya Bankının bu hesabatında layiqincə təmsil olunmalıdır. Çünki ötən ildən başlayaraq artıq Dünya Bankı logistik deməli, performans indeksini 2.0 olaraq təqdim edib. Bildiyiniz kimi buna qədər orada 6 indikator var idi, günlük rəsmiləşdirməsindən tutmuş, zaman, vaxt, digər məsələlər, indikatorlar nəzərə alınırdı. Amma indi artıq o tracking məsələ də buraya əlavə olunur və datalar əlavə olunur və beləliklə çox belə bir möhtəşəm bir hesabat formalaşdırılır. Və burada bizim bölməyimiz əlbəttə deməli, birinci növbədə Azərbaycanın layiq olduğu qiyməti almasıdır və mən inanıram ki, biz bu hesabatla yüksək mövqelərdə qərarlaşacaq. İkincisi də ki, dünyanın gözü, yəni ki, logistika performans indeksindədir və biz bununla da Azərbaycanın belə deyək imkanlarını daha da genişləndirmiş olacaq. İkinci çox vacib məsələ ondan ibarətdir ki, mən tamamilə razıyım ki, bu platforma xərcləri aşağı salacaq və vaxta qənaət edəcək.
Və xərclər də az deyil və indi burada peşəkarlar iştirak edir. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə logistika xərcləri təxminən daxili məhsulun 10%-nə qədərini təşkil edir. Emerging Nations deyilən ölkələr, orta qrupda olan ölkələrdə təxminən 10-20% arasındadır. Bu okeanlara çıxış olmayan ölkələrdə isə bu hətta bəzi hallarda 30%-in üzərindədir. Bu xərcləri əhəmiyyətli şəkildə aşağı salacaq və xərclərin aşağı salınması əlbəttə Azərbaycanın nəqliyyat, logistika, rəqabət üstünlüyünü gücləndirəcək. Çünki bizim, yəni Cənab Prezidentin əsas siyasəti ondan ibarətdir ki, biz bu regionun nəqliyyat, logistika xabına çevrilir. Və bu baxımdan da mən düşünürəm ki, bir pəncərənin logistika platformasının çox böyük bir əhəmiyyəti olacaq ki, Azərbaycanın nəqliyyat, logistika xabına çevrilməsi məsələsində öz töhfəsini versin. Mənim çıxışımın 3-cü tezis hissəsi proqram idarəetməsindən bağlıdır. Bildiyiniz kimi, Cənab Prezidentin strateji idarəetməsi proqram idarəetməsinə söykənir və bu nəticə əsaslı bir yanaşmadır və həm də orta müddətli xərclər çərçivəsindən əlaqəlidir və bu nöqteyi nəzərdən biz götürəndə xüsusən tranzit daşımalarla bağlı Azərbaycanda 2024-2026-cı illərdə həyata keçirilən proqram çərçivəsində də mən düşünürəm ki, bu bir pəncərə logistik platformasının çox böyük əhəmiyyəti olacaq. Çünki artıq burada da qeyd edildiyi kimi, Rəhman mənim də, Natiq mənim də qeyd elədi, həmkarlarımız da çox yaxşı bilir ki, bu tranzit məsələləri, ixrac məsələləri bu bir qurumun səlahiyyətli idarəsində olan məsələ deyil. Yəni, indi burada çox yaxşı bir koordinasiya alınır və bu proses mən düşünürəm ki, həmin proqramın da tranzit daşımalarla bağlı proqramın da daha yaxşı icrasına imkan yaradacaq. Eyni zamanda etibarlı tərəfdaş konsepsiyası möhtərəm Cənab Prezident tərəfindən qəbul olunmuşdur. Düşünürəm ki, çox yaxşı imkan yaradır etibarlı tərəfdaş konsepsiyasını. Burada xüsusən də gömrük biznes əməkdaşlığı üçün çox gözəl bir imkan var. Gömrükdən söz düşmüşəm. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu platformanı mən daha çox gələcəkdə yaşıl dəhlizin və etibarlı tərəfdaş operatorlarla əməkdaşlığın daha da genişləndirilməsi üçün əlavə bir vəsilə hesab edirəm. Hesab edirəm ki, bu platforma yaşıl dəhlizin imkanlarını artıracaq. Və yeri gəlmişim qeyd etmək istəyirəm ki, həm Çin, həm də ki, Gürcüstan, xüsusən də ki, gömrük biznes əməkdaşlığı formatında çox yaxşı nailiyyətlər əldə edib. Və bunlar da orta dəhlizin üzərindədir. Və biz də orta dəhlizin mərkəz dövləti olaraq mən düşünürəm ki, gələcəkdə bu hər iki istiqamətdə, şərq-qərb istiqamətində əməkdaşlığımızı daha da artırmalıyıq və bu platforma da əlavə bir vəsilədir. Ona görə də mən bir daha rəhmənəm sizi və bütün komandanı, bütün qurumları və ən əsasda sahibkarlarımızı, çünki sahibkarların buradan gözləntisi etiraf eləmək lazım ki, daha çoxdur. Təbrik eləmək istəyirəm və uğurlar arzulayıram. Sağ olun.